Bugün elə bir günün içərisindəyik ki, çox təəssüflər olsun ki, bəzi müsəlmanlar onun fərqində deyil. Qardaşlar, Zilhiccə ayı, artıq Zilhiccə ayının üçündəyik və yer üzündə ən fəzilətli günlər Zilhiccə ayının 10 günüdür. İlk 10 günüdür. Qardaşlar, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, مَا مِنْ أَيَّامٍ الْعَمَلُ الصَّالِحُ فِيهَا أَحَبُّ إِلَى اللّٰهِ مِنْ هَذِهِ الْأَيَّامِ Allah katında salih əməl etmək üçün Zilhiccə ayının bu 10 günündən daha sevimli gün yoxdur deyir. Allah buyurur ki, وَالْفَجْرِ and olsun fəcrə وَلَيَالٍ عَشْرِ and olsun 10 gecəyə. Müfəssirlərin əksəriyyəti deyir ki, Allah Azze ve Celle 10 geceye and içir ve bunlar da Zilhiccə ayının ilk 10 gününe beraberdir ve ilk 10 gününe aittir. Bakın kardeşler, hatta Zilhiccə ayının bu 10 gününde edilen ibadetler Ramazan ayında edilen ibadetlerden bile daha faziletlidir, daha üstündür. Alimler deyirlər ki, geceler bakımından yeryüzünde var olan en əzəmətli, en üstün geceler Ramazan ayının o 10 geceleridir. Ama gündüzlerden ise, günlerden ise yeryüzünde var olan en faziletli günler Zilhiccə ayının ilk 10 günüdür. Veya dediğimiz hadiste ise Allah Resulü buyurdu ki, Allah katında salih amel etmek için Zilhiccə ayının bu 10 gününden Allah'a daha sevimli günler yoktur dedi. Sahabeler Allah onlara razı olsun dediler ki, Allah'ın peygamberi. Allah yolunda cihad etməkdən də mi daha üstündür? Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, bəli, Allah yolunda cihad etməkdən daha üstündür bir nəfərdən müstəsna, bir qismindən müstəsna. Şimdi onlar o kimsələr ki, canları və malları ilə cihada gedər və o cihaddan geri dönməyən kimsələrdir, yəni şəhid olanlar. Bu müstəsna, bunun xaricində bütün Allah yolunda edilən cihadlardan daha fəzilətlidir, subhanallah. Bakın kardeşler, sahabeler ne için cihadı örnek verdiler, cihadı soruştular. Çünkü ibadetlerin en üstünü, en zirvesi olan cihattır. Cihaddan üstün ibadet yoktur kardeşler. Hatta bir gün böyle bir rivayet var ki, bir nefer gelir Resulullah sallallahu aleyhi ve sellem yanına deyir ki, Allah'ın peygamberi, mənə cihad əməlinə beraber olacak bir əməl göster, bir əməl öğret. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, elə bir əməl mən tapa bilmərəm. Və ona öğretmek istəyir, başı salır, deyir ki, sən bir mücahid evindən çıxdığı zaman, sən də bir məscidə girib, durmadan namaz qılıb və oruç tutub və iftar etmədən, durmadan bunlara edə bilərsənmi? Adam dedi ki, bunu kim edə bilər ki, Allah'ın peyğəmbəri? Bununla öğretti ki, cihad ibadeti, cihad əməli yeryüzündə ibadetlerin en zirvesidir. Lakin buna bakmayarak Zilhiccə ayının ilk 10 gününde edilen ibadetler değerli kardeşler o cihaddan belə üstündür, subhanallah. Bu hadis sahihtir, İmam Bukhari bu hadise rivayet etmiştir. Kardeşler, dedi ki başka bir rivayetler de var ki yani bu günlerde Zilhiccə ayının özellikle Ərəfə gününde 9. günü en üstünü ise odur değerli kardeşler. Allah Resulü buyurur ki kim Ərəfə orucunu tutarsa, onun əvvəlki və sonraki ilindəki günahlarına kəffara olacağına, günahının bağışlanacağına ümid edirəm deyir Resulullah sallallahu aleyhi ve sellem. Buradan da görsənir ki, değerli kardeşler, biz bu dəqiqə hal-hazırda içində olduğumuz bu Zilhiccə ayından fərqində olmalıyıq. Çünki həqiqətən də ola bilsin ki, aramızdan kimlərinsə bu Zilhiccə ayının bəlkə də sonuncu şahidi olacaqdır. Kim Ramazan ayında təksir etmişsə, Ramazan ayında qədr gecələrini qaçırmışsa, bu böyük fürsətdir değerli kardeşler. Bu 10 gündə edilən bütün ibadətlər bir illik, yəni bütün günlərdən üstündür. Yəni ona göre elimizden geldiği kadar bu günlerde Allah'a ibadetimizi artıralım. Allah'a təsbihlər, təkbirlər gətirəlim. Allah için sədəqə verəlim. Allah yolunda birbirimizi aktaralım, Müslümanlar birbirlerine yardım etsinler. Değerli kardeşler, dedi ki bu günler çok əzəmətli günlerdir ve insan kelimesi Ərəb dilində nisyan kelimesinden törənmişdir, unutqan deməkdir insan.
Ərəblərin bir sözü var, deyir ki, ləm yusəmməl insanu insanən illə liqətrə nisyanihi. İnsan tez-tez unutduğu üçün ona insan adı verilmişdir. Dəyərli qardaşlar, bu günlərin fərqindən qəflətdə qalmayalım. Həqiqətən də bu günlər çox əzəmətli günlərdir. Bu günlərdə nə qədər ibadət edə bilirsiniz, ibadətlərinizi artırın. Çünki bu bəlkə də bizim ahirətimizi qazanmaq üçün böyük və axırıncı şansımız ola bilər, dəyərli qardaşlar. Ona görədir ki, bu günlərdə faydalanalım. Dəyərli qardaşlar, zaten göylərdə və yerdə nə varsa hər şey Allah'a təsbih edir. Allah Azze ve Celle'nin bizim ona ibadət etməyimizə, bizim ona təsbih etməyimizə ihtiyacı yoxdur. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki, "Tusabbihu lehu's semavatus sab'u vel ard ve men fihinne." 7 göy ve yer ve onlar arasında olan bütün varlıklar Allah'ı təsbih edir. Ve in min şey'in illa yusabbihu bihamdih, velakin la tafqahuna tasbihahum. Elə bir şey yoktur ki o Allah'ı təsbih etmemiş olsun. Lakin siz onların təsbihlerini, onların hamd getirmelerini anlamırsınız. Değerli kardeşler, həmçinin Allah Azze ve Celle buyurur ki, "Alam tara ennallaha yusabbihu lehu ma fi's semawati vel ard ve't-tayru saffatin kullun qad alima salatahu ve tasbihah." Allah buyurur ki, "Məgər görmürsenmi, göylerde ve yerde olanlar, kanat açıp uçan kuşlar, onların hamısı Allah'ı təsbih edirlər ve onlar her biri öz dualarını, təsbihlerini bilirlər." diyor. Subhanallah. Kardeşler, ona görədir ki, biz bu günlərdə özümüz üçün çalışmalıyıq. Bu günlər çox əzəmətli günlərdir. Bu günlərin qədrini biləlim və Allah üçün bu günlərdə salih əməllərdən geri qalmayalım. Baxın, dəyərli qardaşlar, sədəqə də bilirik ki, sədəqə vermək ən fəzilətli ibadətlərdən biridir. Hətta Allah Azze ve Celle bizə xəbər verir ki, bir qrup insan bu dünyaya geri qayıtmaq istəyir ölüm anında. Ve geri qayıdıb ilk edeceği şey sədəqə verməkdir. Uzaqda Kur'an-ı Kerim'de Münafikun suresinde buyurur ki, "Sizlerden birinize ölüm geldiği zaman, ey Rabbim, mənə bir az mühlət ver, geri dünyaya qayıdım, sədəqə verin ve salihlerden olun demezden önce Allah'ın size vermiş olduğu maldan, ruziden Allah yolunda infak edin." Subhanallah. Hatta öyle deyirlər ki, o ölüm anındaki insanlar çok yaxşı bilir ki, sədəqə vermək Allah yolunda qəbr azabından qoruyur və Allah'ın qəzəbini söndürər. Ona görədir ki, onlar ilk addımda bunu istəyərlər. Sədəqənin dəyərli qardaşlar, kiçiyi böyüyü olmaz. Allah üçün bu əməllərə diqqət edin və müsəlmanların üzərine düşən ilk öncə öz qohumlarından başlamasıdır. Öz yaxın qohumların ehtiyac sahibi olduğu halda kənar yerdən axtarması doğru deyil. Hər bir müsəlman öz qohum əqrəbasından ilk öncə axtarmalı və onlara sədəqə verib onlara yardım etməli, sonra isə digərlərini kəsməlidir. Dəyərli qardaşlar, dedik ki, bu günlər əzəmətli günlərdir. Bu günlərdə çalışın, harada olursunuzsa olun, Allah'ı təşbir gətirin, təhlil gətirin. Hətta sahabələr bu günlərdə harada olursa olsun, səslərini daldırıb təşbir gətirərdilər. Çünki Allah Azze ve Celle bizdən bunu istəyir, dəyərli qardaşlar. Onun sözleri ki, bu günə dikkat edelim değerli kardeşler. Dedi ki, bugün Zilhicce ayının 3'üdür ve gelen haftanın 4. günü Arafa günüdür değerli kardeşler. Ve Zilhicce ayının ilk günündeki o faziletli günlerin arasında en faziletli gün ise Arafa günüdür. Ve o günün orucunu değerli kardeşler kaçırmayın. Çünkü o gün oruç tutan Allah Resulü buyurur ki, ondan önceki il ve sonraki illerin günahlarına cəhbara olacağını ümid edir Allah Resulü sallallahu aleyhi ve sellem. Bu əzəmətli bir sevapdır değerli kardeşler. Bunu kaçırmayalım çünkü həqiqətən elimizde büyük fürsətlər vardır. Allah Azze ve Celle dilediği mekanı, dilediği zamanı, dilediği gecəni, dilediği günü üstün kılar. Ne de ki, yeryüzünde var olan en fəzilətli evler arasında məscidlərdir. Bunda şək şübhə yoktur. Lakin bu məscidlər arasında da Allah Azze ve Celle üst məscid vardır ki, diğer bütün məscidlərdən üstün kılmıştır. Mesela Məscid-i Haram, Kabe'de kılınan namaz 100.000 namaza beraberdir. Veyahut da Filistin'deki Məscid-i Aqsa, Quds məscidində kılınan namaz da değerli kardeşler diğer namazlardan kat üstündür. Veyahut da Məscid-i Nəbidə kılınan namazlar diğer namazlardan 1000 dəfə daha fəzilətlidir. Subhanallah.
Və həmçinin də dəyərli qardaşlar, Allahın rəhmətidir bizə bu. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, İnna a'maru ümmeti beyne 60 ve 70 sene ve qalle men yucavuzuha. Ümmetimin ömrü 60 ile 70 yıl arasındadır ki, çox az kimsə bu ömrü ötüb keçə bilər. Həqiqətən də elədir. Bugün insanlar 70 yaşından yuxarı insanları gördükdə 80, 90, 100 artıq barmaqla göstərir. Lakin Allahın rəhmətindəndir ki, bizdən əvvəlki ümmətlərin ömürləri uzun olmasına baxmayaraq bizə elə günlər, elə fəzilətli zamanlar vermişdir ki, o zamanlarda edilən ibadətlər etsək əgər bizdən əvvəlki ümmətlərin ömürləri uzun olmasına baxmayaraq onları ötüb keçə bilərik dəyərli qardaşlar. Zilhiccanın ilk 10 günündəyik və bu yer üzündə var olan ən fəzilətli günlərdir. Bu günlərdə edilən ibadətlər bütün ibadətlərdən diğer günlərdə edilən ibadətlərin üstündür. Hətta bütün ibadətlərin zirvəsi olan cihaddan belə üstündür. Bir qrup insandan başqa ki, onlar canları və malları ilə cihada gedib və oradan geri dönməyən kimsə müstəsna. Bunun xaricində bu günlərdə edilən ibadətlər bütün ibadətlərin üstündür dəyərli qardaşlar. Və əlimizdən gəldiyi qədər bundan faydalanalım və bu ətrafımızda olan müsəlmanları da xəbərdar edelim. Bəzi müsəlmanlar fərqində deyirlər bu günlərin fəzilətində. Dəyərli qardaşlar, həmçinin bilirik ki, İslamın 5 rüknü olan həcc bu gündə əda edilir və Zilhiccənin ilk 10 günündə olur və dedik ki, dəyərli qardaşlar, həcc İslamın 5 əsas sütunlarından biridir və həccin fərz olması haqqında Quran-ı Kərimdə ayələr və hədislərlə sabitdir. Kim həccin fərz olduğunu inkar edərsə, Allah qorusun, dindən çıxmış olur. Baxın, Allahın hikmətindəndir ki, Allahın həcc etməsini əmr etdiyi yerdə, o Kəbən olduğu yerdə, orada yaşıllıq yoxdur, orada dənizin kənarında yoxdur, gəzməli bir yer deyil. Lakin buna baxmayaraq insanlar Allahın əmrlərinə itaat edərək həccə gedirlər və orada çətin belə olsa o həcc ibadətini yerinə yetirmək istəyirlər. Dəyərli qardaşlar, Allah Azze ve Celle Quran-ı Kərimdə buyurur ki, وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اِسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Allah buyurur ki, ona yol tapıb gedə bilənlər üçün o evi həcc etməsi Allahın o insanlar üzərində bir haqqıdır. Allah buyurur ki Quranda, وَمَنْ كَفَرَ فَإِنَّ اللّٰهَ غَنِيٌّ عَلَى الْعَالَمِينَ. Kim bunu inkar edersə, bilsin ki Allah Azze ve Celle alemlərdən heç birine ihtiyacı yoxdur, Allah zəngindir. Dəyərli qardaşlar, bu günlər əzəmətli günlərdir və müsəlmanlar çox tez-tez eşitirik biz hər il həcc ayında, hacıların həccə getdiyi zaman eşitirik ki, bəzi insanlar müsəlmanların həccə getməməsini tövsiyə edirlər və düşünürlər ki, bu mal itkisidir. Bu insanlar, dəyərli qardaşlar, İslamdan xəbər olmayan insanlardır. Bu insanlar özlərinə İslama nisbət etsələr belə onlar müsəlman deyirlər. Qayda var ki, əleyqərədə bittəhəlli və leysə bittəsəlli, mühüm olan bir insanın halıdır, onun adlanması deyil. Bir insan əgər İslamdakı bu fərz olan İslamın rükünlərinin biri olan həcci inkar edirsə, özünə nə qədər müsəlman deyilsə, o müsəlman olmaz. Çünki bu dində zərbi bilinən bir şeydir. Baxın, bu insanlar o qədər səmimiyyətsiz insanlardırlar ki, rəsmi statistikada göstərirlər ki, Azərbaycanda bir ildə alkoqol içkilərinə və tütün məhsullarına 2 milyard 700 milyon manat xərclənir. Bunlar haqqında danışmırlar. Ancaq ildə bir dəfə müsəlmanın ömründə bir dəfə ona fərz olan həcc mövsümü gəldiyi zaman onun haqqında cahiləsində danışır. Dəyərli qardaşlar, təbii ki, bu Zilhiccə ayında sünnətlər vardır. Onu da xatırladım sizə. Kim qurban kəsmək istəyirsə, Zilhiccə ayı girdikdən sonra qurbanını kəsənə qədər saçından, dırnağından, bədənindən heç bir şey götürməsin. Bu sünnətdir. Bir daha deyirik, bu vacib deyil, lakin sünnətdir. Müsəlmanlar əgər aranızda kimsə qurban kəsmək istəyirsə, öz qurbanını kəsənə qədər saçından, dırnağından, bədənindən heç bir şey götürməsin. Bu sünnətdir. Və Rasulullah s.a.v. bu vaxtda buyurur ki, İzə dəxələtil aşru və arada əhədəkum ən yudahiyyə fələ yəməssə min şə'ri və başarı şeyə. Əgər Zilhiccənin ilk 10 günü daxil olarsa və qurban kəsmək istəyirsinizsə, o zaman siz saçınızı və bədəninizdəki heç bir şeyə toxunmayın.
Bu sünnettir. Eğer bacarırsa edin. Benim sizin değerli kardeşler, bir şey de hatırlatmak istedim. Bu çok önemlidir ve son zamanlar müşahede edilir ki Azerbaycan'da 10-15 yıldan çoktur ki bu bidat ortaya çıktı. Müslümanlar kurban kestiği zaman gelirler o hayvanı alır, deyir ben bunu aldım ve deyir kes onu, kurban kestikten sonra kesip onu teraziye koyurlar. Sonra hesaplayırlar pulunu deyir. Bu kardeşler bu kurban değil, bu et Allah'tır. Eğer buna dikkat edin, o bizim kimse bilmir. Eğer kurban kesmek isteyirsinizse o hayvanı alın, öz mülkümüz olsun, pulunu verin, sonra Allah için kurban kesin. Ancaq bu gün sonradan ne edir? Gedir deyir, ben bunu kurban keseceğim gösterir ve onu kesip soyandan sonra etini teraziye koyur ve hesaplayır, kıymetini deyir. Halbuki değerli kardeşler, kurban kesmek istəyirsinizsə, onun pulunu verip ilk önce onun sahibi olmalısınız. Ondan sonra onu kurban kesməlisiniz. Və çox adam bundan xəbəri yoxdur. Onun üçündür ki, tanıdıqlarımıza da bu haqda xəbər verelim değerli kardeşler.